Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Bugün oktyabr ayının 7-si 2025-ci il. Mən hal-hazırda Ucar rayonu Həzi Aslanov küçəsindəyəm. Əvvəla deməli Ucar rayon Kommunal Müəssisələr Kombinatının rəhbərliyinə və işçi heyətinə öz təşəkkürümü bildirirəm. Deməli kanalların qazılmasını təmin edildiklərinə görə və buradan bu çəkilişimlə xahiş edirəm ki, həmin bu kanallardan qazıb çıxartdığınız tullantılar artıq yəni quruyubdur. Yəni biz bir-iki dəfə müraciət etmişik. Demişsiniz ki, yəni bunların qurumanı gözləyirik ki, qurusunlar, ondan sonra yığışdıraq. Mən indi bildirmək istəyirəm ki, deməli həmin tullantılar artıq quruyubdur. Buradan yığışdırmaq lazımdır. Çünki sizin bax çəkdiyiniz əziyyət burada bu şəkildə hədər olur ki, deməli kanaldan çıxan tullantılar yenidən kanala tökülür və bu da sizin gördüyünüz işi hədər eləyir. Ona görə də Ucar Kommunal Müəssisələr Kombinatından xahiş edirəm ki, küçələrdən bu tullantıların yığışdırılmasını təmin edəsiniz. Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.